İlham Əliyev, gör sən necə cındır adamsan ki, DTX rəisinin Əli Nağıyevlə, bir də Paşayevlərdən bir dənə cırıq almış, erməni südü əmən Cavid Qurbanov səni doluyub şeyinə. 2 həftə, 3 həftədir Alyon haqqında videolar getmirdi. Əli Nağıyev bilərəkdən ictimai televiziya, AS TV, Baku TV, bir sözlə də dövlət kanallarına və özünə güya Alyona sevərlərlə millət vəkili, anar falan filan kimlərsə varatarlıq eləyə gündəm elədilər yenə. Gör, Naxçıvan klanı ilə İlham Əliyev. Erməni südü əmən Cavid Qurbanov klanı səni necə doluyub da daş uşağına. Aydındır? Və sən özünə prezident deyirsən. Sən qürrələnirsən. Amma sən bir cındırsan İlham Əliyev. Sən bu günləri qəhbə gəlinin gündəm olubdur. Və bunu Əli Nağıyev elətdirir. Bunu Cavid Qurbanov elətdirir. Və o DTX şouda Cavid Qurbanovun da adı keçdiyinə görə Cavid Qurbanovun erməni anasını xirtdəyinə qutarım. Əli Nağıyevin qəhbə arvadının, bax bu qəhbə qızının dilini üstünə qutarım. Necədir, ləzzət eləyir. Sonra da Azərbaycan qadını haqqında bu cürlə danışmaq olmaz. Şəhid anaları əziyyət çəkir. Ziyafət Abbasova dərman deyə getdi. Jurnalist qızlar türmədə əziyyət çəkirlər. Və onlar Azərbaycan qadınıdır. Qəhbə Alyon Azərbaycan qadınıdır. Bugün Ramazanın son günüdür. Bazlıq eləmişəm bayaqları. İbrahim Nehrəmliyə görə o qəhbə arvadı var İbrahim Nehrəm. O da Naxçıvan klanı. İbrahim Nehrəmliyə görə bazlıq elədim. Hamımızın arvadlarımızın, qızlarımızın ağzına verdim. Ürəyim dözmədi, dedim bir dənə də ayrıca video çəkim Cavid Qurbanovla Əli Nağıyevə. Arvadı qızı qəhbələr, anası qəhbələr, milyarder sizi. İlhama, qəhbə mehribana görə milyardlarınız var. Qohum əqrəbələriniz deputat, polis rəisi, nazir, göt yığını göt. Nəyimiz çatmır ki bu günləri mən çıxıb danışıram. Bir ay Ramazan ayında video çəkmədim. Dedim bəlkə bu qəhbənin balaları özlərinə gələr. Həm də söyüş söyməyim. Ramazanın son günüdür, məcburam çıxım yenə söyüm. Niyə? Sonra da deyir, Avropadan maliyyələşən, nə bilim, ermənindən maliyyələşən, göt yığını göt. 4 il orduda olmuşam. Qardaşımla 1-ci Qarabağ müharibəsi qazisi olubdu. 2 evimiz ola, kirayə yaşadığı evdən qardaşım dünyasını dəyişib. 10 ildə Azərbaycana gedib onun məzarını ziyarət edəyəmirəm. Bugün mayın 19-u da ad günüdür. Qəhbənin balaları bir İbrahim Nehrəmli ilə bacarmırsın. Əli Nağıyev pagonlarıva soxum. Anavın adına otel açmısan. Anavı aparım, ruhunu o oteldə qayırım. Bax, qəhbə qızımın dilini üstünə tutarım. Qəhbə arvadımın ağzına verim Əli Nağıyev. Cavid Qurbanov həmçində sənin. Niyə? Sənin adını o DTX şouda keçir, Cavidlə danışdım. Qəhbənin balası, adamın gəldi mənə Strasburgda görüşdü. 150 min pul təklif elədi. Dedim, mən kanal satmıram. Sənin 10 videovu pozdurdu, sənin. Nə İlhamın, nə Mehribanın. Qəhbənin balası, özünü fikirləşirsən. Sənə hörmət eləyənlərin arvadının ağzına verim. Cavid Qurbanov. Sənin lişni erməni anamın xirtdəyinə qutarım. Qoy biraz belə yaxına tutum, lap yaxşı görəsən. Necədir Cavid Qurbanov? Sənə axsaqqalım, şefim, bosum deyənlərin arvadının qızının dilini üstünə qutarım. Atın peysərə, Əli Nağıyevlə 2 peysər yaşayın. İlham Əliyev, sənin də pagonova deyəcəkdim. Sənin də kuruquva soxum ki, qəhbə gəlini atıblar ortalığa. Bunları da hələ ipini yığışdıramırsan. Sonra da deyirsən mənə siqnal ver. Kimdən siqnal verir? Arvadı qəhbə Nehrəmli Süleyman İsmailovdan. Arvadı qəhbə Naxçıvan klanı Əli Nağıyevdən. Arvadı qəhbə Naxçıvan klanı deməli Vilayət Eyvazovdan. Arnası arvadı qəhbə Fuad Ələsgərovdan. Nə bilim, arvadı qızları qəhbə Nehrəmli deməli Ramiz Rızayevdən. Kimdən siqnal verək? Qəhbə İlham Əliyev. Sonu vaz qalıbdı. Soxum sənin kuruquva. Bugün ayın 19-udur, bax belə. Allah qardaşıma da rəhmət eləsin. 10 ildir məzarını ziyarət edəmirəm. Qarabağ qazisi olub, könüllü gedib. Mən də 4 il orduda olmuşam. İndi mənə deyirlər vətən xaini. Mənə vətən xaini deyənin anasının, arvadının qızının ağzına verim. Gəlib mənlə İsveçrədə görüşməyəndə anası arvadı qəhbədir. Əlisi, vəlisi, dəlisi, pir vəlisi. Adını çəkdiklərim qəhbənin balaları. Soxum sizin qeyrətinizə, dövlətinizə, prezidentimizin, vitse-prezidentimizin ağzına verim Əli Nağıyev. Cavid Qurbanov necədir? Peysərə atın yaşayın qəhbə balaları.